balıqçı, ovçu dostlarımıza və bizim kanala baxan hər kəsə bugünkü balıq ovumuz həmişə kimi dənizə gedirik. Çox vaxt yəni Bakı ətrafı ovlarımız olur yayda. Redki hallarda uzaq məsafələrdə gedirik. İnşallah bugün fikrimiz var. Qum adasına gedək. Qum adasında kifal, kütüb, bobla, cürbəcür yəni balıqlar ovlamaq fikrimiz var. İnşallah gedirik də, görək nə olur, Allah kərimdir. Yolumuz Qum adasınadır. Bu Qum adası Naxçıvan Kürküşdən düşürsən, beton yoldan Ölsana tərəf gedəndə yolun sağında Halikarnas balıqçı yazırlar. Halikarnas balıqçı restoranı. Daha elə bir Ölsan yoluna gedəndə reklamdan sağa dönürsən. Halikarnas balıqçı yazılan yer var. Oradan sağa dönürsən, düz yolla gəlib çıxırsan, Qum adası deyilən bir yer var, bax belə. Gəlib çatırsan bura. Bu restoran da buradadır. Bu Halikarnas balıqçı restoranı buradadır. Ondan sonra gəlirsən belə, bura Qum adası deyilən bir yer var. Bütün balıqçıların adı var. Bütün bu maşınlar hamısı balıqçıların maşınıdır. Yəni əlavə nə suallarınız olsa kommentariyada yaza bilərsiniz. İnşallah cavablandıracağam. Qum adası deyilən yer buradır. Cəmaət gəliblər. Balıq tuturlar, çoxlu maşınlar var. Və orada da maşınlar var. İnşallah biz fikrimiz var, bu birinci adadır. Oradan belə keçib, belə qabağa hardasa, lap o tərəfə, 3-cü adaya qədər getmək fikrimiz var. Bir dənə çörək taxırıq, belə. 2 qarmaqdır. Bir dənə çörək taxırıq. Belə. O birisine də qurd taxırıq, dəniz qurdu. O birisine də belə dəniz qurdu taxırıq. Ya Allah. Burada bir dənə yekə ilan var. İlan doludur buralar, hər yer dolu ilandır. Deyələ belə dəniz qurdunu taxırıq. Dəniz qurdunu gələk suyunu tez-tez dəyişəsən, xarab olmasın içində. Yoxsa pis günə düşür. Bunlar hamısı dəniz qurtlardır. Sifte balığımız geldi. Bunu yakalım sana. Sifte balık.
Puşki. Puşki bütün qurdumuzun axırına çıxacaq. Nə qədər puşki var orada. Deyirəm, puşki qurdun axırına çıxacaq burada. Yekəsi də gəlmir, hamısı balaca şeylərdir. Demək biz burada dəyişiklik eləmək istədik. Biraz qarmaqların ölçüsündə dəyişiklik elədik. Çünki çölə çıxırıqsa, gələk sulqada hər şeyimizi götürəsiniz. Ova gedirsinizsə, zapaz hər şeyimiz olmalıdır. Belə bizim qarmaqlar da var. Yığmışam. Harasa gedəndə nəsə əgər düz getmirsə, nəsə zəif balıq tutursunuzsa, ya nəsə başqa bir problem varsa, naxadı gələk dəyişiklik eləyəsiniz. Balığın ölçüsündə, qarmağın ölçüsündə, ondan sonra leskalar var, zapaz, yəni çölə çıxırıqsa hər şey götürmək lazımdır. Əgər balıq zəif tutulursa, nəsə düz getmir, dəyişiklik eləmək lazımdır. Biz də indi qarmaqların ölçüsünü biraz dəyişirik. Bura dərindir biraz. O daşlıqdan gələndə dibə ayaq qoymaq olur. Bura dərindir, o tərəf başı lap dərindir. Yaxşı da dalğa azalıb biraz. Hava çox istidir. Dedim biraz şimdi dincəlim. Sonra çörək yeyək. İndi günorta vaxtıdır. Yüngülvarı özüm üçün kalbasa, pomidor, xiyar, çörək çoktan almışam. İndi dincəlmək vaxtıdır.
Çörək yemək vaxtıdır. Ömər olsaydı indi deyirdi ki, ata, yemək vaxtıdır. Yemək yeyək də. Turlandım, bir partiya çimdim. Papağımdan da sudanır. Girdim, bir partiya çimdim, rahatladım günün altında. Həm dincəlirəm, həm çimirəm, həm də balıq tuturam. Biraz yemək yeyək. Balıqtamızın ucuna da zınqrov qoymuşam, kesmişəm, burada atmışam. İndi biraz çörək yeyək, inşallah birazdan başlayarıq. Ömərin yeri məlum. İndi deyirdik ata, yemək vaxtıdır ata. Yemək vaxtıdır. Çox vaxt deyirlər, kifalı nə ilə tutursunuz? Kifalı nə ilə tuturuq? Kifalı çörəyi də gəlir. Ancaq kifalının əsas yemi babudur, dəniz qurdu. Bax, kifalının əsas yemi budur, dəniz qurdu. Demək, ot olan yerdə, belə otlu yerlərdə torpağın, dənizin altından torpağın içindən çıxır. Prosto bu suda belə saxlayırsan, tez-tez balığa gəldikcə suyunu dəyişirsən ki, isinməsin. Su isinəndə bu qurd pis günə düşür. Bax belə, mən sizə göstərim. Bax, bunun günə düşür. Bax, ağ rəngdə bütün pambıq kimi olur, dağılır, gedir. Ona görə gələk, suyunu tez-tez dəyişəsən ki, istidə suyu xarab olmasın. Belə keçirdirsən, içinə qalmaq eləmişik. Biraz elə keçirmək lazımdır ki, qurd diri qalsın, belə tərpənsin. Sonra belə keçirdirik. Spilniklə. Əsas dənizinki spilnikdir. Atırıq dərinə. İndi göstərəcəm bir də. Balıq vuranda spilnikin başı nə tərəf olur. Yuxarını görürsünüz. Balıq vuranda spilnikin başı elə tərpənir. Bax, qoy bir dənə də vursun. Bax, spilnikin başını görürsünüz necə tərpənir. Balıq vuranda spilnikin başını el eləyir. Yox, ilişdi. İndi yığa bilərəm. İndi görək nə gəlir, Allah kərimdir. Ya Allah'ın adı. Qəşək bir dənə balıq çıxartdıq. Şükür olsun Allaha. Göstərirəm ki, hamı üçün asan da olsun da. Bax, belə bir dənə gözəl balıq çıxartdıq. Onda bax, qoyaq o birisi balıq dostlarının yanına. Səhər tezdən gələcəkdim. Xaloğlu Cəlal yatdı qaldı, gələ bilmədi. Ona görə Ömər də, mənim pamuçnikim Ömərdir. Ömər də gedib kəndə. Gedib babasının yanına, atası tək qalıb. Bu qədər balıq tutmuşuq. Allah kəndə, Allah bərəkət versin. Bəzini çəkə bildik, bəzini çəkə bildik. Yenə də Allah bərəkət versin. Buçki nə qədər da, nə qədər buçki var. Buçki bütün qurdumuzun axırına çıxdı. Hamısı da balaca buçkilər. Dolu deyə buçki burayla. Buçkinin əlindən balıq da tutmaq olmaz. Hamısı da xırda buçkilər. Bir dənə də qəşəng bobla çıxartdıq. Qəşəng bobla. Görürsən Cəlal? Gəlmədi. Sən qəşəng balıqlar tutduq. Əməlli başlı balıq tutmuşuq. İnşallah. Bugün yaxşı ovumuz oldu. Qəşəng ovumuz oldu. Kələ kifallar tutmuşuq. Bunlar bizim balıqlardır. Belə
belə balıqlarımız. Biraz da külək də başladı. Celal gəlmədin, gəlsəydin qəşəng balıq tutardı. Maşallah, Allah yetsin. Hələ buradayıq, indi birazdan gedəcəm. Qurtlarımızı keçirdik qarmağa. Həmişəki kimi də ofisi videolarında da olur. Bax, bu əllə belə saxlayırıq. Sonra bunun üstünü açırıq. Sonra bunu atanda göydə bu barmağımızı buradan çəkirik ki, bu təmiz açılsın. Suya düşdükdən sonra təzədən yenə bunun üstünü belə bağlayırıq ki, dağılmasın leska. Bax belə. Göstərim. Atdıq. Buranı bağlayırıq ki, təzədən qarışıb dolaşmasın. Sonra bunu belə biraz yığıb, biraz belə dartılı vəziyyətdə saxlayırıq. Əgər balıq vurmursa orada, biz suyun altını görmürük də. Ola bilsin ki, orada harasa düşüb, daşın dibinə düşüb, ya otun içinə düşüb, balıq qarmağı görmür. Bir balaca yığa bilərik. Bir balaca dartıb yığıb gətirə bilərik ki, yəni rahat bir yerə gəlsin. Ki, orada balıqların görsənən bir yerinə gəlib çıxsın. Çünki biz suyun altını görmürük. Elə yerə atırıq ki, ola bilsin ki, gedir, daşa ilişir, ota ilişir, harasa elə bir yerə düşür ki, balıq onu görmür. Ona görə, əgər atdığımız yerdə bir 5 dəqiqə, 3 dəqiqə, yəni məsəl üçün deyirəm də, indi vaxt etibarı ilə vurmursa, biraz gələ yığaq. Bir balaca çəkək başqa yerə. Ki, o balıqlara zada yaxın olan bir yer olsun. Və sonra yenə gözləyirik, həmişəki kimi də. Əgər spirnikin başı vurursa, tərpədirsə, sonra balıq düşüb. Hələ ki, sakitçilikdir. Sakitçilikdirsə, biraz yığaq. Biraz yığaq, başqa yerə gətirək. İndi baxaq. Yerini dəyişdik. İndi görək nə göstərir. Əgər vurmursa, biraz da yer dəyişmə eləyə bilərik. Bir balaca da yer dəyişmə, heç bir ziyanı yoxdur. Bura 3-cü adadır. Yəni, Qum adasının axırıncı nöqtəsi. Belə desək, yəni buradan o tərəfə uzayıb daha dənizdir, oradan o tərəfə daha buraxılış olmayan yerdir. Biz gəldik, belə göstərim o tərəfi. Yalan olmasın, neçə kilometr piyada yol gəlmişik oradan bura. Piyada o daşların arasından, maşın heç görsənmir, harada saxlamışam. Orada saxlayıb, piyada gəlmişəm, axırıncı adadır bura, 3-cü adadır. Balıq desən vurur, bax, spinnikin başı vurur. Bura gəlmişik, 3-cü adaya gəlib çıxmışıq. Bura axırıncı adadır. Mən gələnə qədər yol dolu adam idi, balıqçılar. Allah hamının balığını bol eləsin. İçində də bizi. Hamı orada balıq tuturdu. Biraz yer dəyişmə eləyək. Çox saxlamağa da ehtiyac yoxdur. Qaldıraq, baxaq. Ola bilsin ki, yeyiblər. Qurdu zadı yeyiblər. Yeyiblər deyəndə ki, həmişəki kimi də bıçqı. Görə ilan bunu tutur. Orada da ilan var. Yox, ilan da getdi. Bıçqı dolu deyə, bıçqı çoxdur. Həddindən artıq çox bıçqı var. O da bilirsiniz niyə bıçqı var? Bıçqı əsasən daşlıq yerləri sevir. Belə daşlıq yerləri sevir deyə burada bıçqı çoxdur. Yəni qum olan yerlərdə bıçqılar biraz az olur. Bıçqı əsasən daş dibində, qayalıq dibində yaşayan balıqdır. Yekəsi olsa yeyilir, gözəl əti var bunun, sümüyü azdır. Ancaq bu balacasıdır. Balacası neyniyək? Bıraxaq suya yaşasın, böyüsün. Yalan olmasın, vallahi bayaqdan jardısa 20 dənə bıçqı tutmuşam, bıraxmışam. Bir də sizə bir şey deyim dostlar.
bu qurdun keçirilmə qaydalarını. Qurd iki cür keçirilir. Bax, yəni hissə keçirilir qurd qarmağa. Qoy bu sərimdə tutum, rahat olsun. Ha, belə. Arxa tərəfindən keçirdirik hissə. Bax, belə keçirdirik. Baş tərəfini də gətirib keçirdirik. Bura baş tərəfi biraz bərk olur. Bax, belə qalır. Bu birinci keçirilmə qaydasıdır. Bir də var ikinci keçirilmə qaydası. Onu da göstərim sizə. Bu ikinci keçirilmə qaydası nəyə görə belə keçirilir? Mən deyəcəm sizə. Bax, bu da hissə keçirilmir. Bu birbaşa qurdun içinə keçirilir. Bu ona görədir ki, orada balaca balıqlar, qurd təmiz içərisindən keçir. Bax, belə. İçərisindən keçirdirik. Biraz baş tərəfini saxlayırıq ki, biraz baş tərəfdən. Təmiz keçirdirik qarmağın içinə ki, belə keçiriləndə balaca qurdlar qırağından, başından dirişdirib yeyirlər. Əgər yekə balıq varsa, belə keçirilmə yaxşıdır. Yox, əgər balaca balıqlar çoxdursa, qurdu yeyirlərsə, dirişdirib böyrünü başını gərək belə keçirilsin. Bunu da keçirdik. Əlimizi də qurudaq. Ya Allah deyək, ataq bunu da suya. İki cür keçirmə elədik qurdu. Səhər-səhər sakitçilik idi, indi biraz dalğa çoxalıb. Bir balaca da dartılı saxlayıb gözləyirik. Həmişəki kimi spinnikin başı tərpənirsə, nasit balıq keçib ora. Sizi vurur. Spinnikin necə əməlli başda vurur spinnikin başı. Ancaq hələ keçməyib. Yəni dartışdırırlar. Qarmağa keçəndə təmiz ilişir, qalır balıq orada. Daha çox tərpədir spinnikin başına. Biraz yer dəyişmə eləyək. Bıçqı həddindən artıq çox daşlıq olduğuna görə çox bıçqı var. Biraz da gün ortadan sonra yavaş-yavaş dalğa da çoxalır. Göyərçin havalara göyərçin hara gəlib çıxır. Sahildən nə qədər qırağa gəlib çıxır. Göyərçin yaxşı quşdur. Heç vecinə deyil, qorxmur da elə usul gəlib. Gəlib girib qağayların arasına. Dalğa əməlli başını çoxaldı. Yavaş-yavaş getmək lazım. Üçüncü ada. Qum adasının lap axırıncı adası. Qadir. Yeri yox. O tərəfə bir estaqad vardı. Bura ilanlar adası. Gör nə qədər ilan var burada. İstəyirəm çəkim göstərim burası. Biri burada. Biri burada yatır. Birinin kuyruğu burada. Hiçbirisine değil. Şuralar yılan var. Yılanlardan doludur buralar. Haraydı da gitti. Ezmiş yılan. Ne kadar yılan var burada. Dolu yılan var.
burada. Bunlara bak. Ne kadar yatır burada ilanlar. İlan dolu bura. İlan məskenləri bura. Hələ o tərəfə getsəm, o tərəf lap doludur ilanlarla. Çox adam bilmir. Belə ilandır deyə öldürürlər, daşdan əzirlər, eləyirlər. Su ilanlardır, bunların zəhəri yox. Hələ o tərəfə geçəm, çox elə baydı, hər yer dolu ilandır. Yavaş-yavaş yığaq beşimizi zadı. Tutmağımızı qurdumuz hələ qalıb. Əməlli başlı küləyə başladı. Dalğaya var dənizdə. Güclü dalğa başladı. İstəyən kişinin qavrasından zaletdə yığır. Çöl üstündə materialda zaletdə ilə zaletdə yığır. Gözlərdən alışıq çadırımızda da istifadə edirik. İndi də bunu götürək. Götürək biz balıqlarımızı da. Buraya neçə balıq tutmuşuq. İlana var. İşin bütün ərəyə qalxdı, dolaşırsınız. Allah bərəkət versin. Babat balıqlarımız var. Qəşəngdə iri-iri balıqlar da tutmuşuq. Klokumuzu da çıxardaq. Yığaq içinə. Ya Allah'ın adı. Bir dənə. Biraz kifalla ehtiyatlı olmaq lazımdır. Kifalın üstünün çanları var. Nə qədərdir. Bunları çıxartmaq çətin olacaq. Ən yaxşısı belə tərsinə tutub dökülsünlər yerə. Yenişib qalmışıq da. Qəşəydir bax, bu babatdır. Babat balığıdır. Mənə desin bura. Klokumuz getdi. Baharı geysin. Çox. Bugünkü bizim balığımız budur. Allah bərəkət versin. Tutduğumuz balıq kifal da var, kütüm də var, şamayka da var. Bir dənə şamayka tutmuşuq. Qəşəng bir dənə kifal. Qəşəng kifaldır. Allah balıqdır. Allah bərəkət versin. Çox. Bugünkü ovumuzu da bundan yekunlaşdırırıq. İnşallah bugünkü ovumuz bundan yekunlaşır. İnşallah gələn dəfədə gələn ovlarımız olacaq. Hara gedəcəyik, hansı göllərə, hansı dənizə gedəcəyik. İnşallah hamısını çəkib bir-bir sizə göstərəcəyik inşallah Allahın köməkliyi ilə. Buradan da bütün balıqçı dostlarımıza, ovçu dostlarımıza hamısına buradan salam göndəririk.